Hər kəsə salam. Bugün biz psixoloji müharibənin, manipulyasiyanın və strateji düşüncənin ən dərin, ən qədim sirlərinə doğru həqiqətən də valehedici bir səyahətə çıxacağıq. Bu icmalımızda bəşər tarixinin bəlkə də ən hiyləgər və ən ağıllı taktikası toplusunu 36 qədim Çin strategiyasını incələyəcəyik. Bir anlıq təsəvvür edin, bu qaydalar 1000 illər əvvəl nəhəng imperiyaların taleyini həll edib, amma bugün də masanızdakı biznes danışıqlarında, ofisdəki intriqalarda, hətta gündəlik münasibətlərinizdə eyni güclü işləməyə davam edir. Maraqlıdır, elə deyilmi? Yaxşı, gəlin vaxt itirmədən birbaşa mövzuya daxil olaq. Məşhur qədim Çin hərbi nəzəriyyatçısı Sun Tzu belə deyirdi: Mükəmməllik hər savaşda çarpışaraq qazanmaq deyildir. Ən yaxşı strategiya savaşmadan qazanmaqdır. Baxın, bu əslində müharibənin ən böyük paradoksudur. Niyə axı hərbi bir dahi döyüşməməyi məsləhət görür? Səbəb çox sadədir. Çünki əsl mütləq qələbə düşmənin qılıncını çıxarmağa belə macal tapmadan onun iradəsini psixoloji olaraq sındırmaqdır. Bütün bu danışacağımız fənlərin, bu vizual icmalımızın fəlsəfi təməli məhz bu kiçik, amma dərin cümlənin üzərində qurulub. İndi isə şərq və qərb təfəkkürünün bu məsələdə necə kəskin fərqləndiyinə baxaq. Gəlin iki böyük strategi üz-üzə qoyaq. Sun Tzu və Prusiya generalı Karl von Clausewitz. Clausewitzin qərb məntiqinə görə müharibə düşmənin iradəsini birbaşa fiziki və sərt bir qarşıdurmayla məhv etməkdir. Yəni, sadə dildə desək, qüvvəyə qarşı qüvvə. Lakin Sun Tzu'nun təmsil etdiyi şərq fəlsəfəsi tamam başqa cür işləyir. Burada kobud güc yoxdur, hiləgərlik var, dolayı yollar var və düşməni elə öz ağırlığı altında əzmək var. Bu müqayisə bizə mükəmməl şəkildə göstərir ki, Qərb necə daha güclü vurun deyə düşünərkən, Şərq necə edim ki, ümumiyyətlə vurmağa ehtiyac qalmasın deyə düşünürdü. Bəs bu dolaylı yolların, bu hiləgərliyin kökündə nə dayanır? Daosizm fəlsəfəsi. Filosof Lao Tzu tərəfindən irəli sürülən bu təlim bizə öyrədir ki, ən böyük, ən nəhəng məqsədlərə minimal güc sərf edərək çatmaq tamamilə mümkündür. Daosizmə görə siz təbiət qanunlarını dərk etməli, onlara qarşı çıxmaq əvəzinə o böyük enerjini sakitcə öz xeyrinizə yönəltməlisiniz. Bu, hərəkətsiz hərəkət prinsipidir. Təsəvvür edin, qayaya durmadan vuran su damlası kimi. Su sərt deyil, amma zamanla ən sərt daşı belə deşə bilir. Bizim bugün incələyəcəyimiz o məşhur 36 strategem də məhz bu fəlsəfədən, hadisələrin təbii axarından öz xeyrinə istifadə etmək sənətindən qidalanır. Lakin gəlin dürüst olaq. Bu strategemlər sadəcə təbiəti sakitcə izləməkdən ibarət deyil. Hər şey bu qədər məsum deyil. Digər təməl sütun legizm təlimidir. Daosizmin o gözəl sakitliyindən fərqli olaraq, legizm buz kimi soyuqdur, amansızdır və tamamilə praqmatikdir. O, siyasəti, idarə etməni və müharibəni əxlaqdan tamamilə ayırır. Legistlər üçün əsas olan yeganə şey mütləq hakimiyyət, sərt cəzalar və mükafatlardır. Məhz bu iki təlimin daosizmin su kimi axıcılığı ilə legizmin qəddar hesablayıcı praqmatizminin birləşməsi 36 strategiyamin soyuqqanlı onurğa sütununu formalaşdırır. Yaxşı, gəlin bu qədər məlumatı biraz sistemləşdirək. 36 strategiyam 6 əsas kateqoriyaya bölünür. Daha güclünün, bərabər güclərin, hücum edənin, xaos, üstünlük və çıxılmaz vəziyyət strategiyamları. Gördüyünüz kimi, hər bir spesifik vəziyyət üçün qədim Çinlilərin xüsusi bir resepti var. İndi onlardan bəzilərinə dərinləməsinə baxaq. Birinci bölüm, üstünlük stratejimləri. Buradakı məqsəd yoxdan bir üstünlük yaratmaqdır. Bu strategiyamin adı bəlkə də ilk baxışdan biraz qəribə səslənə bilər, dama cəlb etmək və nərdivanı götürmək. Amma mahiyyəti olduqca amansızdır. Baxın, necə işləyir. Rəqibinizi çox asan bir qələbə və ya cəlbedici bir mənfəət vədi ilə öz ərazinizə tam nəzarət etdiyiniz bir nöqtəyə cəlb edirsiniz. O, tam arxayınlaşıb dama çıxdıqdan sonra isə dərhal geriyə dönüş yolunu, yəni nərdivanı kəsirsiniz. Vəssalam, rəqib artıq tamamilə sizin mərhəmətinizə qalır. Təbii ki, bu sadəcə quru bir nəzəriyyə deyil. Gəlin bu qəddar tələnin real tarixə necə yazıldığına baxaq. Bu, dahi sərkərdə Hansinin Vey çayı üzərindəki o məşhur ağlasığmaz tələsi idi. Səhnəni gözünüzdə canlandırın. Hansinin qarşısında düz 200 minlik nəhəng, yenilməz bir düşmən ordusu var. Birbaşa hücum etsə, ordusu tamamilə məhv olacaq. Bəs o nə edir? Gecə ikən gizlicə çayın yuxarı hissəsində minlərlə qum kisəsindən süni bir bənd tikdirir.
Sübdən isə hücuma keçir, ancaq qəsdən məğlub olub panika içində geri çəkilmiş kimidir. Düşmən qələbə sevinci ilə bu Asanovu tutmaq üçün çayı keçməyə başlayır. Və budur. Düşmən ordusunun düz yarısı çayın ortasına çatanda günorta vaxtı Hansin bəndi uçurmağa əmr edir. Nəhəng su kütləsi ordunun yarısını yuyub aparır, çayı artıq keçmiş digər yarısı isə qaçış yolu olmadan Hansinin qarşısında aciz qalır. Nərdivan götürülmüşdü. 200 minlik ordu bir anda darmadağın edildi. Həqiqətən də möhtəşəm hekayədir, elə deyilmi? İkinci bölüm. Bərabər güclər və xaos. Qüvvələr bərabər olanda rəqibi necə çaşdırmalı? Bu qədim Çin ifadəsi bəlkə də gündəlik həyatda da eşitdiyiniz ən dərin mənalı idiomlardan biridir. Bulanlıq suda balıq tutmaq. Qayda əslində çox sadədir. Su aydın və duru olanda balıqlar hər şeyi görür, təhlükəni hiss edir və qaçır. Amma siz suyu bulandırsanız, nifaq toxumu səpsəniz, düşmən düşərgəsində xaos, təşviş və qeyri-müəyyənlik yaratsanız, rəqib sadəcə olaraq körlaşacaq. Xaos əslində hərəkət etmək üçün əla bir fürsətdir. Qarışıqlıqdan istifadə edərək ehtiyacınız olanı asanlıqla, heç kimin ruhu belə incimədən əldə edə bilərsiniz. Çünki hər kəs baş verən o bulanıqlıqla məşğul olanda, siz sakitcə kənardan öz balığınızı tutursunuz. Növbəti taktika isə bəlkə də insan psixologiyasının ən qaranlıq, ən ürpərdici tərəflərindən birinə toxunur, təbəssüm arxasında xəncəri gizlətmək. Mahiyyəti rəqibin etimadını qazanmaq, ona sonsuz dostluq, qayğı və mehribanlıq göstərərək sayğılığını tamamilə yuxuya verməkdir. Siz ona o qədər səmimi gülümsəyirsiniz ki, o sizin əlinizdəki xəncəri unudur, sizə güvənir və hər şey onun üçün ən güvənli, ən risksiz göründüyü anda o qəti dağıdıcı zərbə indirilir. Bu aqressiya ilə deyil, xoşrəftar və saxta səmimiyyətlə silahlanmış bir psixoloji manipulyasiyadır. Etiraf edək ki, bu üsul 2000 il əvvəl döyüş meydanında necə effektiv idisə, bugün də ofislərdə və münasibətlərdə eyni dərəcədə təhlükəlidir. Gəlin burada bir anlıq dayanaq. Dürüst olun. Həyatınızın hansısa mərhələsində, bəlkə iş yerində, kollektivdə, bəlkə də lap yaxın bildiyiniz şəxsi münasibətlərdə belə bir halla qarşılaşmısınız? Kimsə sizə çox yaxın dost kimi davranıb, gülümsəyərək, dəstək olaraq, ən həssas, ən arxayın anınızda xəncəri kürəyinizə sancıbmı? Zəhmət olmasa heç çəkinmədən öz hekayələrinizi aşağıda şərhlərdə bizimlə bölüşün. Şərhlərin hamısını tək-tək oxuyuram və söz verirəm ki, oradakı real situasiyalar ən az qədim Çin generallarının qurduğu tələlər qədər maraqlı olacaq. Üçüncü bölüm. Hücum strategiyaları. Düşmənin möhkəm qalasına necə hücum etməli? Bu strategiyamin adı məhz bunu mükəmməl cavab verir. Pələngi dağdan düzə salmaq. Təsəvvür edin, pələng öz dağında mütləq hakimdir, oranın kralıdır. Ora onun ərazisi, onun əsas güc mənbəyidir. Əgər pələngi elə dağda hücum etsəniz, çox böyük ehtimalla məğlub olarsınız. Qızıl qayda budur, sizdən üstün olan rəqibə heç vaxt onun öz ərazisində, onun qaydaları ilə hücum etməyin. Əvəzində ona hansısa mənfəət vədi və ya hilə ilə o güc mənbəyindən uzaqlaşdırın. Pələng dağdan düzənliyə düşdüyü an, inanın mənə, o artıq sadəcə böyük bir pişikdir. Gəlin bunun çox maraqlı tarixi bir tətbiqinə baxaq. Tarixdən tanınan sərkərdə Sun Tse məhz bu taktikanın əsl ustası idi. Onun rəqibi olan Lü Xun keçilməz nəhəng bir dağ qalasında oturmuşdu. Oraya hücum etmək intihar olardı. Sun Tse neynir? Lü Xuna elçilər cürbəcür bahalı hədiyyələr göndərir, onu göylərə qaldıraraq tərifləyir və qürurunu oxşuyur. Daha sonra isə ona üçüncü, kiçik bir dövlətə hücum etməyə təklif edir və öz ordusuyla ona kömək edəcəyini vəd edir. Təriflərdən və təkəbbürdən başı gicəllənən Lü Xun öz sərkərdələrinin bütün xəbərdarlıqlarına məhəl qoymadan qalasını, yəni dağını tərk edib, o uzaq yürüşə çıxır və təxmin edin nə baş verir? Ordusuz və müdafiəsiz qalan o keçilməz qala, yəni boş dağ, Sun Tse tərəfindən asanlıqla tək bir damla belə qan tökülmədən fəth olunur. Qürur və təkəbbür həqiqətən də bir liderin ən böyük zəifliyidir. Dördüncü bölüm. Çıxılmaz vəziyyət. Hər şeyin bitdiyini düşündüyünüz andakı son ümid fənləri. Əvvəlcə qısaca olaraq gözəlçə stratejimindən bəhs edək. Qüdrətli, yenilməz və sarsılmaz görünən bir sərkərdəni döyüş meydanında yenə bilmirsinizsə, necə məğlub etmək olar? Onun hisslərinə təsir edərək. İnsan istəyi və ehtirası elə bir gizli silahdır ki, ən sərt hədəfləri belə içəridən çürüdüb vunşalda bilir. Sərkərdənin diqqətini fiziki cazibə vasitəsilə yayındırmaq, onun döyüş əzmini sındırmaq bu stratejimin əsas hədəfidir. Bu, insan təbiətinin ən köklü, ən bioloji zəifliklərindən istifadə edən, olduqca incə, lakin nəticə etibarilə sarsıdıcı bir həmlədir. Amma mən sizi hərb tarixinin bəlkə də ən böyük,
ən inanılmaz və ən riskli blofu ilə tanış etmək istəyirəm. Bu taktika qapıları açıq şəhər adlanır. Mahiyyəti nədir, bilirsiniz? Öz həddindən artıq zəifliyini elə bir hədsiz, qəribə özünə inamla nümayiş etdirirsən ki, düşmən bunun mütləq nəhəng və qorxunc bir tələ olduğunu düşünür. Düşmən sənin bu aşkar zəifliyindən şübhələnib geri çəkilir. Bu sadəcə psixologiyaya arxalanan və ürəyi zəif olanların əsla edə bilməyəcəyi bir şeydir. Gəlin bunu epik bir hekayə ilə vizuallaşdıraq. Məşhur sərkərdə Cugelyanqın nağılvari hekayəsinə baxaq. Onun yanında cəmi cümlətanı 5000 əskər var və o Siçən şəhrinə sığınıb. Ona doğru isə amansız general Simayi özünün 150 minlik böyük, yenilməz ordusu ilə irəliləyir. Qaçmaq qeyri-mümkündür. Vuruşmaq isə açıq-aşkar intihardır. Cugelyanq nə edir? O, şəhərin bütün qapılarını taybatay açdırır. Bəli, tamamilə açdırır. Özü isə əskərləri gizlədərək şəhər divarının lap yuxarısında rahatca əyləşir və sakitcə musiqi alətində çalmağa başlayır. Simayi ordusu ilə gəlib bu mənzərəni görəndə dəhşətə gəlir. O düşünür ki, dünyada heç kim 150 minlik ordunun qarşısında bu qədər arxayın, qapıları açıq halqa otura bilməz. Bu, mütləq və mütləq ölümcül bir tələdir. İçəridə böyük bir ordu pusquda durub. Simayi qorxudan geri çəkilməyi əmr edir. 5000 əskər sadəcə qapıları açmaqla və rahat görünməklə 150 minlik ordunu məğlub edir. Dahi bir gedişdir, elə deyilmi? 5. bölüm. Müasir həyatda strategiya. Bütün bunların günümüzə nə aidiyyatı var? Gəlin qədim dövrlə müasir dünyanı dərindən müqayisə edək. Qədim müharibələrdə qılınclar, qalxanlar, ordular və mühasirələr var idi. İnsanlar fiziki olaraq həyatda qalmaq üçün bu qəddar taktikalara başvururdular. Bəs bugün? Bugün qılıncları korporativ biznes danışıqları, mühasirələri qəliz siyasi manipulyasiyalar, qalaları isə şəxsi psixoloji sərhədlərimiz əvəz edib. Məsələn, bir şirkət rəqib şirkəti asanlıqla dama cəlb edib nərdivanını götürə bilər. Siyasi rəqiblər televiziya ekranlarında bir-birinə qarşı təbəssüm arxasında xəncər gizlədə bilər. Zəhərli bir münasibətdə qarşı tərəf daima suyu bulandırıb balıq tutmağa çalışa bilər. Baxın, forma, geyim, texnologiya dəyişib, amma psixoloji fəndlər və insanın təməl təbiəti 2000 ildir ki, tamamilə eynidir. Və bir şey də mütləq unutmayın. Bugünkü bu vizual icmalımızda biz bu böyük rəqəmin, 36 strategiyamin sadəcə çox kiçik bir qisminə, ən məşhurlarına nəzər saldıq. Bu böyük fəlsəfə dənizində öyrəniləcək hələ o qədər gizli kələk, o qədər dərin psixoloji manevr var ki, inanın mənə, onları anlamaq dünya görüşünüzü və insanlara yanaşmanızı kökündən dəyişəcək. Sonda isə sizi bu provokativ və bəlkə də biraz narahat edici sualla baş-başa buraxmaq istəyirəm. Hazırda həyatınızda, işinizdə və ya münasibətlərinizdə bu qədim strategiyalardan hansı sizə qarşı aktiv şəkildə istifadə olunur? Bəlkə kimsə bilərəkdən sizin suyunuzu bulandırır ki, öz balığını tutsun, ya da bəlkə bilmədən sizi dağdan düzə salıblar və siz zəifləmisiniz. Əgər bu kimi dərin mövzular sizə maraqlıdırsa və ətrafınızdakı psixoloji oyunları dərk edib onlardan qorunmaq istəyirsinizsə, dərhal kanala abunə olun, videonu bəyənin və bildirişləri açın ki, gələcək icmallarımızı qaçırmayasınız. Şərhlərdə bu stratejemlərdən hansının sizə daha çox təsir etdiyini yazmağı unutmayın. Hər birini maraqlı oxuyacağam. Yenidən görüşənədək daim diqqətli olun və qapılarınızı heç vaxt ehtiyatsızcasına açıq qoymayın.